pişirdik. Nəhayət ki pişirdik. Bu bilirsiniz nədir əziz dostlar? Bu belə balaca küftələrlə kartoflu, köklü, pomidor, balqar bibəri, təbii ki soğan qovurması, qızartması və sonda üstdən göyərtinin səpilməsi. Mən bunun adını küftə supu qoymuşam. Çünki bu küftə bozbaş deyil, balaca belə küftələrdir, amma çox gözəldir. Məhz soyuqların da, belə deyək də, soyuq havaların ən gözəl yeməyi. İstidir, düzdür. Amma gözəl, ləziz yeməkdir. Bugün efirdə də mənə deyiblər ki, Orxan bəy, bəs yemək pişirmirsiniz, yemək paylaşmırsınız neçə gündür. Deyirəm əzizlərim, mənim ümumiyyətlə kontentim mukbang deyil. Mən bunu mukbang kontentində paylaşmıram. Sadəcə olaraq özüm gözəl yeməklər pişirdiyim üçün, bacardığım üçün mən bunu paylaşıram. Nələr qatmışam, necə alınıb və s. o naminə və eyni zamanda sizlə paylaşaraq dadına baxıram. İstedi görün, biraz soğuyub mu? Turşularım da həmişə kim yanımda. Nə yaman çox turşu doldurmuşam. Bəzən deyirlər, qabda çox görsənir. Siz bunların hamısını yediniz. Əzizlərim, mən o qədər yiyən adam oxşuyuram. İllərdir yeni çəkini saxlayıram. Bir balaca duz qatmaq olar. Çox yox. Bir balaca duz və qara istiot. Mən ümumiyyətlə sulu yeməkləri xoşlayıram. O bir deyiliş var, sulu yeməyə və fikir ver. Mən fikir verirəm. Oy, Allah sizi güldürsün. Özü küftənin içində quyruq olanda lap gözəl dadır. Geçen dəfə kim demişdi? Siz küftəyə bəyəm düyü qatırsınız. Əlbəttə ki, mən bilməm, bəlkə qatmayanlar var. Mən qatıram. Bir də düyü qatırsınız deyəndə tutalım ki, yarım kilo ya 1 kilo ətə sən 1 kilo düyü qatmırsan ki. 100 qram, yəni həcmə görə ona görə qatırsan. Çünki düyü şişir və eyni zamanda küftəyə yumuşaqlıq verir. Düzdür, soğan qatılır içinə öz yerində, amma mən şəxsən küftəyə düyü qatıram. Yəni aşı pişirdiyim qədər 1 kilo düyü qatmıram. Amma mən qatıram ki, bilməm kim qatır, kim qatmır. Hərənin öz seçimidir də, nə deyə bilərəm. Bəzən yazırlar ki, siz çox səliqəli yeyirsiniz, bəs real həyatda da belə yeyirsiniz. Mən çox üzr istəyirəm. Real həyatda istər evdə, istər hardasa oturmursan, misal üçün, restoranda, kafedə və s. Bəyəm yeməyi başqa cür necə yeyirlər ki? Səliqəli yeyilməli. Hər bir şey səliqəli edilməlidir, mənim əzizlərim. Axı biz insanıq. Allah Taala insanla heyvanı şuurla ayırıb. Heyvanın şuuru olmur. İndi bəzi insanlar var ki, kansıların ki, onların da şuuru ific olur. Arada hansı fərq yaranır? Onlar bilirsiniz kimlərlə? Danışığını bilməyənlər, davranışını bilməyənlər, hərəkətini bilməyənlər, xoşa gəlməz öz tərcümeyi hallarını ya şərh bölümündə, videonun şərh bölümündə və yaxud ki, efir zamanı yazılan bölümündə öz xislətlərini dökənlər və təqdim edənlərdir. Belə, əzizlərim, bu da balaca küftə supu.